Salam, hər vaxtınız xeyir olsun. Əziz lazer istifadəçiləri və lazeroloqlar. Son zamanlar verilən ən əsas suallardan birini cavablandırmaq istəyirəm. Tük nədir? Tük kökləri bir məməli dəri orqanıdır. Dərinin dermal qatında yerləşir və hər biri fərqli funksiyaya malik olan 20 hüceyrədən ibarətdir. Və biz lazer proseduru zamanı həmin o hüceyrələri zədələyib tüklərin çıxmasını gecikdiririk. Suallar verilir ki, yaxşı, bəs biz hansı aparatdan istifadə edək ki, tüklərimiz ömürlük bitsin? Və mən bunu hər dəfə nəzərinizə çatdırıram ki, heç bir lazeroloq tükləri ömürlük məhv edə bilməz. 1 il, 2 il, 3 il sonra baxır insanda olan testosteronun yüksəkliyinə və yaxud aşağı olmağına ki, daha çox tez qutara bilər və daha tez tüklər çıxmağa başlaya bilər. Tüklər, bəzi xanımlar sual verir ki, necə olur, mən gedirəm hər ay mənim tüklərim qutarmır. Əziz xanımlar, əgər belə bir problemlə rastlaşırsınızsa, mütləq şəkildə hormonlarınızı yoxlatdırmalısınız. Çünki insanın daxilində olan testosteron yüksəkliyi tüklərin azalmağına mane ola bilər. Yəni, bu təkcə lazeroloqun problemi deyil. İlk öncə özünüz də bir müayinədən keçməlisiniz. Və nəzərinizə çatdırım ki, sarı tüklərin məhv olmağını istəyirsinizsə, diod lazerə müraciət eləməyiniz mütləqdir. Çünki Aleksandrit aparatı 755 nanometr dalğa uzunluğu olduğu üçün sarı tükləri görə bilmir. Amma diod lazerlə 808 nanometr dalğa uzunluğu ilə sarı tüklərdən azad ola bilərsiniz. Yenə nəsə sualınız olsa buyurub verə bilərsiniz.